Həqiqətən də bir çox insan ümumiyyətlə hansısa bir dermatoloji fəsad gördüyündə qarşısındakı insanda çəkinir, qorxur, ondan özünü bir tipli izolyasiya eləməyə çalışır. Amma bu sırf elm tərəfdən, tibb tərəfdən hansısa bir əsası varmı, yoxmu? İstərdim bunu soruşum sizdən. Doğrudur, bildirdiniz ki, heç bir yoluxuculuğu yoxdur əslində. Bu həmin fərdə məxsusdur. Amma elm bu xəstəliyin yoluxuculuğu haqqında nə deyir? Elm də təbii ki, bu xəstəlik qeyd etdiyim kimi yoluxucu sayılmır. Kosmetik defekt vizual baxışdan xəstənin görüntüsü o plaklara görə qarşı tərəfi narahat edə bilər. Amma bu daha çox autoimmun xəstəlikdir və yetərincə ağır bir xəstəlik sayılır psoriazis dermatologiyada və xroniki xəstəlik olduğu üçün də dalğalanmalı gediş-gəlişlər ola bilər. Bu autoimmun proses olaraq orqanizmin immun sisteminin öz hüceyrələrinə qarşı verdiyi hiperreaksiyadır və o hüceyrələrə qarşı antigenlər ifraz olunduğu üçün normada, məsəl üçün, bizim dəri hüceyrəmiz epidermisimiz 28 günə çoxalır. Amma psoriazis zamanı 3-5 günə hiperproliferasiya olunur. Ona görə də bu kəpəklənmə ilə pasiyentdə müşahidə edirik və altında da iltihabı proses gedir. Bəzən qaşınma, ağrı ilə də müşahidə oluna bilir. İnsanlarda psixososial çox təsir eləyir. Pasiyentin həyatına, həyat keyfiyyətinə, insanlarla ünsiyyətinə, yəni toxuna bilir bu xəstəlik.